Salam, hər vaxtınız xeyir, əziz müəllimlər, həmkarlar. Mən İmaşim Tədris Mərkəzinin Riyaziyyat müəllimi Nizam Məmmədov. Bugün sizlərlə bir neçə sualın həllinə baxacağıq. Başlayaq birinci sualdan. Deyir ki, modul tənliyi həll edin. Tez-tez soruşulan bir sualdır. Bunu ən gözəl yolu modulun sıfırlarını ayrı-ayrı da tapaq. X bərabərdir -2,5 və x minus 2 bərabərdir 0, x bərabərdir 2. Ədəd oxunda qeyd edək. -2,5 və 2. Ayıraq intervala. 2,5-dən kiçik hər hansı bir ədədi gətirib burada modulda yerinə qoysam. Məsələn, -10-u qoysam, bu da mənfi. -2,5 ilə 2 arasında hər hansı bir ədədi yerinə qoyaq. Məsələn, 0-ı qoysaq, bura müsbət, bu mənfi. 2-dən böyük hər hansı bir ədəd, məsələn, 10-u qoysaq, hər ikisi müsbət. İndi gəlin modulları həmən şərtlər daxilində açaq. Yəni, birinci suala baxıram. Birinci hissəyə baxıram daha doğrusu, sol tərəfə. Hər ikisini mənfi ilə açsam, 2x minus 5. Burada modulun qarşısına əks çıxdığına görə işarəsi dəyişdi. 2 bərabərdir x plus 7. Buradan x-ları islah eləsək, -2x bərabərdir 14, x bərabərdir -7. -7 bu intervalda varmı? Var. Deməli, bunu götürürük. -2,5 ilə 2 arasındakı hissəni araşdıraq. Belə ki, birinci modulu olduğu kimi müsbətlə açıram. İkincidə isə qarşısına mənfi düşür deyə işarə dəyişir. Bərabərdir x plus 7. İndi buradan deməli, x-lar yenə islah getdi. 2x bərabərdir 10. Daha doğrusu 10 yox, üzr istəyirəm. 2x bərabərdir, deməli, 3, 4, x bərabərdir 2. 2 baxın, baba, bu başlanğıc sərhəddir burada. İkinci intervalın sonu, üçüncü intervalın isə başlanğıcıdır. 2-ni götürdük. Bəs üçüncüyə baxaq. Üçüncüdə nədir? Hər ikisi mənfi. 2x plus 5 çıxılsın. Qarşısında mənfi var deyə. Olur minus x plus 2 bərabərdir x plus 7. Buradan nə alınır? 7 bərabərdir 7. Bu doğrudurmu? Bəli. Deməli, bura həmişə ödənir. Həmişə bu modul burada ödənir. O zaman bizim həllər çoxluğumuz nə olacaq? Həllər çoxluğumuz olacaq, belə yazaq da, 2-dən müsbət sonsuzluğa, bu da birləşir -7. Yəni, 2-dən müsbət bütün ədədlər və -7 ədədi bu tənliyin həllinə aiddir.